Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün elə bir şit balıq təmizləmişəm. Xeyləm kürüsü çıxıb. Ləvəngi bişirəndə mən kürünü ləvəngiyə qatıram. Ləvəngi eləyirəm. İndi ləvəngi bişirməyəcəkdim. Ona görə də bu kürünü küçü kimi göyərtili hazırlayıram. Çox dadlı olur. İnanın balıqdan da dadlı olur. İnşallah siz də bişirərsiniz. Mən çox sevirəm bu yeməyi, kürünü, ləvəngini, balığın ləvəngisinə əgər kürü vurmasam xoşlamıram. Ona görə də kürü olanda saxlayıram, balıq ləvəngisinə eləyirəm. İndi ləvəngi eləməyəcəkdim, qəşəng göylə, göyərti ilə bişirirəm. Baxın, görün necə gözəl, necə ləzzətli. İnan ki, əgər balıq sevirsiniz, kürü sevirsinizsə çox ləzzətli olur. Bu yeməyi hazırlayarsınız. Çeşni, süd, göy soğan, bir gilə də belə bir qıça göy sarımsaq. Doğrayıram qəşəng. Kürünü də yudum təmizlədim, suyu getdi. Əlavə elədim qaba, göyərtini də üzərinə qəşəng duzun, istiodun əlavə eləyirəm. Qara istiot vururam, duz vururam. Qəşəng qarışdırıram. Bunu unla isidilmiş tavada da duru yağı tökürəm. Elə bir isidilmiş yağa. Qaşıqla götürüb unla toparlayıram. Unla yığıram bir yerə. Ondan asta-asta qaşıqla yağın içərisinə yığıram. Elə bişirirəm. Bütöv də töküb belə kükü kimi pişirə bilərsiniz. Ancaq bu qaşıqla tökmək yəni rahat olur da, sonra süfrəyə verməyə də rahatdır, götürüb yeməyə də rahatdır. Ona görə də qaşıqla eləncə eləyib, inşallah bişirərsiniz, gördüyünüz kimi. Duru yağ əlavə eləmişəm yağa, tavaya. Qəşəng yağ qızır. Gördüyünüz kimi, qaşıqla götürüb unun üzərinə əlavə eləyirəm, unla onu yığıram. Unsuz o belə dağılar, yaxşı olmaz. Özünü tutmaq üçün un lazımdır belə. Yığıram qəşəng tavaya, o yüz bu yüz kotlet kimi qızardıram. İnanın bir ləzzətli olur. O göyərti ona ləzzət verir, dad verir. O südlə soğan keşniş bilirsiniz də. Necə gözəl ətirli olur üçü bir yerdə. Sarımsaq da yaraşır kürüyə. Ona görə bir qısa da sarımsaq doğradım, göy sarımsaq. Haradasa bir 4 balıqdan çıxıb bu kürü. Qızarıb indi qəşəng çevirirəm, o bir üzündə qızardıram. Həm bişir yağın içində, həm də qəşəng qızarır. Dəyişik bir yeməkdir, qəşəng göyərti ilə ləzzət verir. İnşallah balığın da bol vaxtıdır. Balıq alanda bir 2 dənə, 3 dənə balığın ki, ya da ola bilər yığın balığı, tikə-tikə, sonra bir yerdə balığı, məsələn bir dəfə əgər bir dənə alırsınızsa, yığıb pişirə bilərsiniz. Sağ olun, sağlıqla qalın.